Tədris müəssisələrində yanğın təhlükəsizliyinə dair silsilə təlimlər davam edir. Növbəti belə təlim paytaxtın Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş 2 nömrəli internat məktəbində təşkil edilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin məqsədi şagirdlərə yanğın zamanı davranış qaydalarının aşılanması olub. Təlimin praktiki hissəsində isə yanğın söndürənlər təlim ərazisinə gəliblər. Şagird və müəllim heyətinin təxliyəsi, xilas olunması, həmçinin İlkin tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər əyani şəkildə diqqətə çatdırılır. Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində əhalinin, xüsusilə də uşaqların maarifləndirilməsi işini daima diqqət mərkəzində saxlayır. Belə ki, Nazirliyin aidiyyəti üzrə qurumları tərəfindən mütəmadi olaraq Respublikanın şəhər və rayonlarında maarifləndirmə xarakterli silsilə tədbirlər davam etdirilir. Hal-hazırda məktəbimizdə 197 şagird təhsil alır, 80-ə yaxın pedaqoji kollektivin əməkdaşları fəaliyyət göstərir. Bugünkü tədbirin çox böyük faydası var məktəbimizin şagirdləri üçün və məktəbimizin pedaqoji heyəti üçün.